Salam əziz şagirdlər, hər birinizi xoş gördük. Mən Gülər Orcova, FES Akademinin riyaziyyat müəllimiyəm. Bugün sizinlə birlikdə təqdim etdiyimiz sınavın izahına baxıq. Lakin sınavın izahına başlamazdan öncə xatırlatmaq istəyirəm ki, sizlər də bizim həm ödənişli, həm də ödənişsiz dərslərimizdən faydalanmaq istəyirsinizsə, hal-hazırda ekranda gördüyünüz 077 598 3800 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Bir daha təkrar edirəm. 077 598 3800 menecer nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. İndi isə deməli, başlayaq suallarımızın izahına. Baxırıq birinci suala. Birinci sualda bizə deyir ki, diaqonalları perpendikulyar olan bərabəryanlı trapesiyanın hündürlüyü 7 sm olarsa, onun sahəsini tapın. Baxın, bərabəryanlı trapesiya diaqonallar bir-birinə perpendikulyardırsa, hündürlük, deməli, orta xəttin yarısına bərabər olur. A üstə gəl B bölünsün 2. Onda burada hündürlüyü sizə 7 verib. Deməli, həm hündürlük 7-dir, həm də orta xət 7-dir. Biz də trapesiyanın sahəsini tapanda, onsuz da deyirik ki, hündürlüyü ilə orta xəttin hasilinə bərabər olmuş olur. Onda, deməli, burada orta xəttdə 7-dirsə, hündürlük də 7-dirsə, 7-ni 7-yə vuranda düzgün cavab 49 kvadrat santimetr alınmış olur. Yəni, birinci sualda testimizin düzgün cavabı olur A bəndi. Keçək növbəti suala. Baxırıq burada ikinci suala. İkinci sualı deyir ki, ABCD, A1, B1, C1, D1 düz paralelipedin hündürlüyü 3 kökdə 2 cm, ABCD oturacağının tərəfləri isə 3 və 5 cm-dir. AC diaqonalı 6 cm olarsa, bu paralelipedin BD1 diaqonalını tapın. Baxın, gəlin tərəflərini bura qeyd edək. Deməli, bura 3-dür, bura 5-dir. Yəni, oturacaq nədir? Oturacaq paralelogramdır. 3 və 5-dir. Bir də AC diaqonalının uzunluğu bizə 6 verir. Baxın, AC diaqonalının uzunluğunu buranı verir 6. Bura 6-dır. Digər tərəfdən hündürlüyü də bizə verir 3 kökdə 2. Bu hündürlüyü var. Bura yazaram 3 kök altında 2. Niyə görə bura yazdım? Çünki bizdən tələb etdiyi B, D1 diaqonaldır. Baxın, həmin diaqonal burada qeyd etsəm, deməli, B, D1 deyə. Bax, bunu istəyir bizdən. İndi mən bunu tapa bilmək üçün əvvəlcə paralelogramın ikinci bir diaqonalını tapmalıyam. Bax, fikir verin. Paralelogramın bu diaqonalını tapsam, çünki katet var da burada. Onda Pifaqor teoremindən istifadə edib bu BD1, yəni hipotenuzu tapa biləcəm. Amma əvvəlcə gəlin paralelogramın diaqonalını tapaq. Biz paralelogramın diaqonal düsturunda bilməliyik ki, deməli, D1 kvadrat üstəgəl D2 kvadrat. Bu 6-dır. Gəlin buna bir dənə də x deyək. 6-nın kvadratı üstəgəl x-in kvadratı bərabər olmalıdır. 2 vurulsun A kvadrat üstəgəl B kvadrat. 5-in kvadratı 25, 3-ün də kvadratı 9. Onda burada 36 üstəgəl x kvadrat bərabərdir. 25 üstəgəl 9 bizə verir 34. Onu da 2-yə vursaq 68. Deməli, buradan x kvadrat nəyə bərabərdir? 68 çıxılsın 36, o da bərabərdir 32-yə. Bax, buranın fikir verin, bu nöqtə qoyduğum diaqonalın x kvadratın 32-yə bərabər olduğunu bildik. İndi bu da buna perpendikulyar olduğu üçün və hündürlüyün də 3 kök altda 2 olduğu bəlli olduğu üçün, bax, bu hündürlük 3 kök altda 2-dir. Deyirəm ki, gəlin bu BD1 hipotenuzunu tapaq. Necə? Bura bir indi y desəm, deyəcəm y-in kvadratı bərabərdir. Katetlərin kvadratları cəmi. Bir katetin kvadratı 32-dir, onu bax, bayaq tapmışıq. X kvadrat bərabərdir 32-yə. Üstə gəl, digər katetin kvadratı 3 kök altda 2. 3 kök altda 2 hündürlük də bu tərəfə aiddir. 3 kök altda 2 bu tərəfə aiddir. Kvadratı, deməli, neçə verir bizə? 9 dəfə 2, 18. 32 ilə 18-i topladıqda, deməli, düzgün cavab olur 50. Düzgün cavab olur 50. Onda y bərabərdir kök altında 50. Onda 25 dəfə 2 yazsaq, buradan da düzgün cavab 5 kök altda 2 alınmış olur. Yəni, ikinci sualda testimizin düzgün cavabı olur C bəndi. Keçək növbəti suala. Baxırıq burada üçüncü suala. Üçüncü sualda deyir ki, fx bərabərdir. Bax, verilən bu funksiyanın azalma aralığı PQ olarsa, Q çıxılsın P fərqini tapın. Funksiyanın azalma aralığı dedikdə onun törəməsinin, yəni kiçik bərabərdir 0 olan hissəsi nəzərə alınır. Deməli, biz nə etməliyik? Bax, bu funksiyanın törəməsini tapmalıyıq. Bu funksiyanın törəməsini tapanda olur 3x-in kvadratı çıx. 12 dəfə 2, 24x, 36x-dan da törəmə aldıqda olur 36. Bax, bu kiçik bərabərdir olmalıdır 0. Hər birini 3-ə bölsəz, burada deməli nə olacaq? Hər birini 3-ə bölsək, x kvadrat çıx, 24 bölü 3, 8x, 36 bölü 3, 12. Kiçik bərabərdir 0-dan. Onda burada kökləri viyyətə görə fikirləşsək, 2 və 6-dır.
Köklər viyyətə görə 2 və 6-dır. Ədəd oxu üzərində qeyd etsəm, ikisi də daxil olur, 2 də 6-da. Bax, belə intervallarla göstərsəm, x kvadratın əmsalı müsbətdir. Deməli, kənarlar müsbət olacaq, orta mənfi olacaq. Bizə də kiçik bərabərdir 0 hissəsi lazım olduğu üçün buranı iştiqləyirsiniz. Yəni, bizim ala bildiyimiz cavab, burada ödənilən həlli 2 ilə 6 aralığında olmuş olur. Bax, deməli, P-nin qiyməti burada 2-dir, Q-nin qiyməti burada 6-dır. İndi Q çıx P-ni istəyirsə, 6-dan da 2-ni çıxacam. Deməli, düzgün cavab 4-ə bərabər olmuş olacaq. Üçüncü sualda testimizin doğru variantı olur Y bəndi. Keçək növbəti suala. Baxırıq deməli 4-cü suala. 4-cü sualda deyir ki, verilən bu funksiyanın qiymətlər çoxluğunu tapın. Birinci növbədə bilməliyik ki, kök altında kvadratik bir funksiya verilibsə, onun da əmsalı, baxın, mənfidirsə, yəni A kiçikdir 0 olduqda, buranın, yəni bu funksiyanın ala biləcəyi qiymətlər çoxluğu 0 ilə kök altında n aralığında dəyişir. 0-dan kök altında n-ə qədər. İndi mən burada n-i hesablamalıyım. N-in düsturu necə idi? 4ac çıx b kvadrat bölünsün 4a. Bu da bərabərdir. 4 dəfə mənfi 1 mənfi 4 eləyir. Mənfi 6-ya da vuranda eləyir müsbət 24. Çıx b-nin kvadratı. 5-in kvadratı 25 bölünsün 4 dəfə a. 4 də mənfi 1-ə vuranda eləyir mənfi 4. Bax, yuxarısı mənfi 1 eləyir, aşağısı mənfi 4 eləyir. Bunlar gedir, cavab olur 4-də 1. Amma siz indi kök altda n-i hesablamalısınız da. Deməli, kök altda 4-də 1 bizə hansı cavabı verir? 2-də 1 cavabını vermiş olur. Bunu da çevirib 0,5 kimi yaza bilərsiniz. Onda bax, burada olacaq 2, üstə gəl, 0 ilə 0,5-ə, 2-nin də üstünə gəlsə, 2-nin üstünə 0 gəlirsiniz, 2 eləyir. 2-nin üstünə 0,5 gəlirsiniz, o da 2,5-ə bərabər olmuş olur. Yəni, 4-cü sualda testimizin doğru variantı olur C bəndi. C variantı. Belə. Keçirik növbəti suala. Baxırıq 5-ci suala. 5-ci suala deyir ki, verilən bu inteqralı hesablayın. Sərhədləri eyni olduğu üçün bunları bir sərhəd daxilində yaza bilərik. Deməli, 1-dən 4-ə olur burada 2 sinus kvadrat x üstə gəl 1, üstə gəl. Deməli, kosinus 2x. dx bu da bərabərdir. Yenə. Sərhəd daxilində 1-dən 4-ə, baxın, 2 sinus kvadrat x-in əvəzinə 1 çıxılsın kosinus 2x yaza bilərəm. Bu hardan gəlir? Bizim dərəcəni aşağı salma düsturumuz var. Sinus kvadrat x bərabərdir 1 çıxılsın kosinus 2x bölünsün 2. İndi o 2-ni bax çarpaz vurmusunuz bura. Elə ki, bu bir nəticədir, belə düşünün. Olur 1 çıxılsın kosinus 2x, yendirəm. Hardan əmələ gəldi bu? Dərəcəni aşağı salma düsturundan. O düsturu zəif bilirsə, deməli, yadımıza salmalıyıq. 1 çıx kosinus 2x, bunu yazdım. İndi bu tərəfi olduğu kimi köçürtmək lazımdır. Üstə gəl 1, üstə gəl kosinus 2x. Bu da bərabərdir. Müsbət kosinus 2x, mənfi kosinus 2x getdi. Qalır 1-dən 4-ə 2 dx. Bunun da inteqralını tapanda olur 2x. Sərhədlər 4-dən 1-ə. Əvvəlcə 2-ni çıxardıram mötərizənin xaricinə. Bir dəfə 4-ü yazıram, bir dəfə 1-i yazıram. 4-dən 1 çıxanda 3 eləyir. 3-ü də 2-yə vuranda düzgün cavab 6 alınmış olur. Yəni, testimizin doğru variantı olur D bəndi. Keçək növbəti suala. Baxırıq 6-cı suala. 6-cı sualda deyir ki, hər bir daxili bucağı 120 dərəcə olan düzgün çoxbucaqlının tərəflərinin sayını tapın. Baxın, əgər hər bir daxili bucağı 120 dərəcədirsə, onda hər bir xarici bucağı olacaq 60 dərəcə. Niyə görə? Çünki bununla bunun cəmi 180 olmalıdır. İndi xarici bucağın tapılma qaydası necədir? Deyirdik ki, 360-ı bölsək n-ə bərabərdir bucaq 60 dərəcə alınmış olurdu. Elə buradan çarpaz şəkildə 360-ı 60-a bölürsünüz. Tapırsınız ki, deməli, düzgün cavab 6 olmuş olur. Çox bucaqlının tərəflərinin sayı 6-ya bərabər olmuş olur. Testimizin düzgün cavabı olur C bəndi. Keçək növbəti suala. Baxırıq 7-ci sual. 7-ci sualda deyir ki, ABC üçbucağında AC B'dir, bucaq C alfadır. Amma CBD bucağı C bucağından 2 dəfə böyükdür. Bax, fikir verin. Əgər mən burada bu C bucağına, daha doğrusu bu alfa deyibsə, 2 dəfə böyük, bura olacaq 2 alfa. 2 alfa. Və bizdən AB-ni tapmaq istəyir. Buranı bilmirəm, x yazıram. Diqqətlə baxın, bu xarici bucaqdır. Biz də bilirik ki, 3 bucaqda xarici bucaq özünə qonşu olmayan 2 daxili bucağın cəminə bərabər olmalıdır. Bura alfadırsa, avtomatik burada alfaya bərabər olmuş olur.
Düzdür? İndi, deməli bu bərabər yanlıdır. Bərabər yanlıdırsa yan tərəflər bir-birinə bərabər olmalıdır. Bax, belə üçbucağı oldu da sanki. Deməli, bu təpə bucağı oldu burada B. Bura A-dır. Bura S-dir. Bu bucaq alfadır. Oturacağı bir kiçik bucaq var. Bax, bu bucaq da alfadır. Bizdən AB-ni tapmaq istəyir, yəni X-i. Mən buradan belə bir hündürlük endirsəm, AC tərəfində bizə B verib. Bura yazırsınız B. Bax, belə bir hündürlük endirsək, axı bu bərabər yanlı üçbucaqdır, yəni yan tərəflər bir-birinə bərabərdir də. Bərabər yanlı üçbucaq olduğuna görə təpədən endirdiyimiz hündürlük həm də mediandır. Bax, bu tərəfi yarı bölür. Deməli, bura nə olur? Bura olur B bölünsün 2. Bax, bura olur B bölünsün 2. Əgər bu B bölünsün 2-dirsə, B bölünsün 2-dir. Onda mən bu bucağın kosinusunu tapa bilərəm. Bax, yazıram kosinus alfa bərabərdir. Düz bucaq, üç bucaqda kosinus necə tapılırdı? Bitişik katetin, yəni B bölünsün 2-nin hipotenuzu olan nisbəti, yəni X-i olan nisbəti. İndi burada siz X-la kosinus alfanın yerini dəyişsəz, X nəyə bərabər olmuş olacaq? Yəni, daha doğrusu burada gətirmiş olsaz, olacaq B bölünsün 2 kosinus alfa. Bax, bundan bunun yer dəyişməsinə görə. B bölünsün 2 kosinus alfa. Yəni, bu sualda 7-ci sualda testimizin düzgün cavabı D variantı, D bəndi alınmış olur. D variantı, D bəndi. Keçək növbəti suala. Baxırıq 8-ci suala. 8-ci sualda deyir ki, loqaritm 2-1 əsasdan x kvadrat üstəgəl 2x çıx 8 böyük bərabərdir -4 olarsa, bu bərabərsizliyi həll etmək. Deməli, birinci növbədə bilməlisiniz ki, bu x kvadrat, gəlin burada belə yazaq, deməli, birinci növbədə biz bilməliyik ki, bu hissə, yəni loqaritmin ədədin bu hissəsi mütləq şəkildə böyük bərabərdir 0 olmalıdır. Ona görə o səbəbdən yazırıq belə. Deməli, x kvadrat üstəgəl 2x çıx 8 böyükdür 0 olmalıdır. Digər tərəfdən bu ifadə x kvadrat üstəgəl 2x çıx 8 kiçik bərabərdir olmalıdır. Niyə görə? Əsas 1-lə 2 0-dan 1 aralığındadır. Ona görə işarə dəyişdi. Və 2-1 üstü -4, bu da sizə verəcək 16-nı. İndi başlayaq bunu həll etməyə. Yuxarının köklərinə baxsaq, bax, buranın kökü viyyətə görə -4 və 2-dir. Buranın köklərinə baxsaq, viyyətə görə -6 ilə, deməli, -6 ilə 4 olmuş olur. Bir daha baxırıq, -4 ilə 2 buranın köküdür, -6 ilə 4 də buranın kökü olmuş olur. Çünki bunu o tərəfə atırsınız, indi düz mən birbaşa yazdım, dayanın fikrimdə hesablayaraq, baxın, x kvadrat üstəgəl 2x, bu da 24 eləyir. Və siz fikirləşməlisiniz ki, bir-birinə vuranda -24 eləsin. Toplayanda da bunun əksi -2 olsun. O da ancaq -6 və 4 ola bilər. Başqa qiymət ola bilməz. Hər ikisini 59 üzərində göstərəcəm və bunların kəsişməsini götürmək lazımdır. Deməli, -4 ilə 2. -4 və 2. Bu aralıq daxilində yazsaq, kənarlar müsbət, orta mənfi. Bizə də müsbəti lazımdır. Deməli, bir buranı iştiriləyəcəyik. Digər tərəfdən isə -6 və 4-dür. -6 da daxildir. -6 da daxildir, 4 də daxildir. Bu formada göstərsək, deməli, yenə kənarlar müsbət, orta mənfi eləyəcək. Bu, bir dəfə mənfini istədiyinə görə bu orta hissə ştrixlənir. Bax, fikir verin, ortaq kəsişən hissə 1 bura olur, -6-dan 4-ə qədər. -6 daxildir, amma ki 4 daxil deyil, bax bu formada. Birləşir 2-dən 4-ə, yenə 4 daxildir. Cavablara baxıram, -6-dan -4-ə, daha doğrusu bu -4-dür. -6-dan -4-ə birləşir 2-dən 4-ə. Deməli, düzgün cavab burada. 8-ci sual düzgün cavab. D variantı, D bəndi alınmış olur. Düzgün cavab. Keçək növbəti suala. Baxırıq 9-cu suala. 9-cu sualda deyir ki, bərabər tərəfli konusun daxilinə radiusu 3 olan kürə çəkilmişdir. Konusun həcmini tapın. Baxın, konusun daxilinə bu, belə deyək də, kürənin çəkilməyi o deməkdir ki, sanki təsəvvür edin ki, bərabər tərəfli üçbucağın daxilinə çevrə çəkilib. Bax, bu bərabər tərəfli üçbucaqdır. Bunun daxilinə, deməli, nə çəkilib? Bunun daxilinə çevrə çəkilib. Qalsın belə. Deməli, bərabər tərəfli üçbucağın daxilinə çəkilib çevrə. İndi. Deyir ki, bunun radiusu 3-dür. Əgər R bərabərdir 3-dürsə, biz o daxilə çəkilmiş çevrənin radiusunu necə götürürük? R bərabərdir, düstur belə etdə, A kök altda 3 bölünsün 6.
İndi bu əgər 3-ə bərabərdirsə, çarpaz vursaq, a kök altı 3 bərabərdir 18 olar. 18 də kök altı 3-ə bölüb məxrəci ilə sınaqdan azad etsəm, olacaq 6 kök altı 3. Deməli, bax, tapdım ki, bu tərəf 6 kök altı 3-dür. İndi bu tərəf də 6 kök altı 3-dür. Mən konusun hündürlüyünü endirsəm, bu həm də bu, necə deyim, üçbucaq üçün belə deyək də, median olmuş olur, yarı bölür. Bura olur 3 kök altı 3. Bax, deməli, bu bucaq 30 dərəcədir ki, 30 dərəcək bucaq qarşısının katet hipotenuzun yarısıdır. Amma 60 dərəcək bucaq qarşısının katet digər katetin kökdə 3 misli olacaq. 3 kökdə 3-ü də vurursunuz kökdə 3-ə. Bu da bərabər olur, deməli, 9. Bu da bərabər 9 olmuş olur. Bax, hündürlüyü də 9 tapdıq. H bərabərdir 9-a. Deməli, H var, bir də radius var. Bizdən nə istəyir? Konusun həcmini istəyir. Konusun həcm düsturu V bərabərdir 3də 1 pi r kvadrat vurulsun H düsturundan hesablanır. 3də 1 vurulsun pi. Deməli, hündürlüyü 9-dur. R kvadratdakı R-i neçə tapmışdıq biz burada? Deməli, daha doğrusu 3də 1 pi r kvadrat. Bircə dəqiqə, biz 9 götürdük bunu, H-ı 9 götürdük. R-imiz budur da ümumilikdə. R-imiz budur, 3 kökdə 3-dür. Bunu da kvadratını götürsək, deməli 9 dəfə 3 yazaram. Onda 3-lər ixtisar gedər, 9-u 9-a vuraram, o da eləyər 81 pi. Radius budur, buradan bura qədər olan hissə. Onda, deməli konusun həcmi 81 pi-yə bərabər olmuş olur. Yəni testimizin düzgün cavabı Y variantı, Y bəndi alınmış olur. Keçək növbəti suala. Baxırıq burada 10-cu sual. 10-cu sualda yazıb ki, kök altı 2 kosinus x bərabərdir 1-dirsə, buradan yazırıq kosinus x bərabərdir 1 bölünsün kök altı 2. Məxrəci ilə sınaqdan azad etsək, kök altı 2-yə vururuq, olur kök altı 2 bölünsün 2. Və kosinusda, yəni trigonometrik tənliklərdə tapılma qaydası x bərabərdir müsbət mənfi, kosinus kök altı 2 bölü 2-ni harda alır? 45-də. Yəni olur pi bölünsün 4. Üstə gəlsin 2 pi k. Pi böl 4 üstə gəl 2 pi k. Yəni düzgün cavab C variantı, C bəndi alınmış olur. Testimizin düzgün cavabı olur C bəndi. Keçək növbəti suala. Baxırıq 11-ci sual. 11-ci sualı deyir ki, n üstə gəl 1 faktorial bölünsün n faktorial bərabərdir 38 olarsa, burada n-i tapın. Deməli, bu n üstə gəl 1-i bu formada yaza bilərik ki, n üstə gəl 1 özü vurulsun n faktorial bölünsün n faktorial bərabərdir 38-ə. Bax, bunlar ixtisar gedir. Tapırsınız ki, n üstə gəl 1 bərabərdir 38-dirsə, buradan da n bərabərdir 38 çıxılsın 1. Yəni, düzgün cavab 37 alınmış olur. Testimizin düzgün cavabı olur 37. Keçək növbəti suala. Baxırıq 12-ci sual. 12-ci sual deyir ki, sinus üstə 6 alfa üstə gəl kosinus üstə 6 alfa bərabər 4-də 3 olarsa, 6 kosinus 4 alfanın ifadəsinin qiymətini tapın. Deməli, biz burada nəyi bilməliyik? Baxın, sinus üstə 6 alfanı mən, gəlin burada göstərim. Yenə burada yaza bilməyimiz üçün belə edək. Aha, baxın, yazıram burada belə. Deməli, sinus kvadrat alfanın kubu üstə gəl kosinus kvadrat alfanın kubu. Bax, gəlin bunun açılışını yazaq. Çünki bu ifadənin açılışında bundan istifadə edəcəm. Bunun açılışını belə yazıram. Yəni, bu sinus üstə 6 alfa bunun kubudur, bu da bunun kubudur. Açılışını köməkçi müxtəsər vurma düsturu vasitəsilə yazıram. Yəni, olmalıdır A plus B-nin kubu. Birinci növbədə sinus kvadrat alfa üstə gəl kosinus kvadrat alfanın kubu. Çıxılsın, 3 vurulsun, sinus kvadrat alfa, kosinus kvadrat alfa vurulsun. Burada olmalıdır A plus B. Yəni, sinus kvadrat alfa üstə gəl kosinus kvadrat alfa. Bu da bərabərdir. Bilirik ki, bu bizə 1 verir. 1-in kubu 1-dir. Çıx, bu da bizə 1 verir. 1-i bu ifadəyə vuranda elə özü eləyir. 3 sinus kvadrat alfa, kosinus kvadrat alfa bərabərdir. Deməli, 4-də 3-ə. Çünki bax, bunun cavabı var. Deyir, 4-də 3-dür. İndi bir tamdan da 4-də 3-ü çıxanda tapırıq ki, 3 sinus kvadrat alfa, kosinus kvadrat alfa bərabərdir. Deməli, 4-də 1-ə. 4-də 1-i bölsək 3-ə eləyir 12-də 1. Sinus kvadrat alfa vurulsun kosinus kvadrat alfa bərabərdir 12-də 1-ə.
Bu hissə sinus kvadrat alfa vurulsun kosinus kvadrat alfa, deməli, müxtəsər vurma düsturuna görə 4/1 sinus kvadrat 2 alfanın, yəni özüdür. Bu da bərabərdir 12/1 dirsə 4/1-ə bölürsünüz. Deməli, buradan tapırsınız ki, sinus kvadrat 2 alfa bərabərdir nəyə? 3/1-ə. Bunu tapdıq. Bunu niyə görə tapdıq? Bayını keçirəm bu tərəfə. 6 kosinus 4 alfanı istəyirsiniz. Bunu kosinus 2 vur 2 alfa kimi baxsaz, onda belə olacaq. 6 vurulsun. Deməli, bunu, yəni kosinus 2 alfanın düsturuna görə yazıram ki, 1 çıxılsın 2 sinus kvadrat 2 alfa. Bu da bərabərdir 6 çıxılsın. Elə vurub açsam 12 sinus kvadrat 2 alfa. Sinus kvadrat 2 alfanı yerinə gətirib bu 3/1-i yazsam, onda olacaq 6 çıxılsın 12 vurulsun 3/1. 3 ilə 12 ixtisar gedəcək 4. 6-dan 4 çıxanda düzgün cavab 2 alınmış olacaq. Yəni 12-ci sualda testimizin düzgün cavabı olur 2. Keçək növbəti suala. Baxıram 13-cü sual. 13-cü sual deyir ki, dördbucağının böyük tərəfi 28 cm, perimetri isə 60 cm-dir. Bu dördbucaqlıya oxşar və böyük tərəfi 14 cm olan dördbucaqlının perimetrini tapın. Əgər bu oxşardırsa, deməli, tərəfin 28-in perimetri olan nisbəti bərabər olmalıdır bu biri tərəfin 14-ün. İndi perimetri bilmirəm, x olaraq yaza bilərəm. Və buradan, yəni biz nəyə görə bilirik? 28 isə 2 dəfə azalıb 14 olub. Deməli, 60-ı da 2 dəfə azaldacam. Deyəcəm ki, bu perimetr 30-a bərabər olmuş olur. Yəni 13-cü sualda testimizin düzgün cavabı olur 30. Keçək növbəti suala. Baxırıq 14-cü suala. Bizə belə bir təniklər sistemi verilib. Deyir, bu təniklər sistemindən x üstəgəl y-ı tapın. Biz bunu toplama üsulu ilə getsək, müsbət mənfi islah olunur. 5x üstəgəl 5x eləyir 10x. 3y üstəgəl 3y eləyir 6y. 15 ilə də 13 toplayanda olur 28. Hər tərəfi 2-yə bölsəm, olur 5x üstəgəlsin 3y bərabərdir 14-ə. Deməli, burada 5x üstəgəl 3y bərabərdir 14-dürsə, indi baxın bu hissəyə. Deməli, biz tapırıq ki, bu, fikir verin, bura hissə 14-dür. 14-ün üstə neçə gəlsək 15 eləyər, 1 gəlsək. Deməli, bu 4 bölünsün, 7x çıxılsın y bərabərdir 1-dirsə, 4-ü nəyə bölsəz 1 eləyir. Tapırsınız ki, bu ifadənin qiyməti 4-dür. 7x çıxılsın y bərabərdir 4-dür. Və başlayırsınız bu sistemi həll etməyə. Bu sistemi həll etmək üçün də aşağıdakı tənliyi 3-ə vursaq, deməli, yuxarı olduğu kimi qalır 5x üstəgəl 3y bərabərdir 14-də. Aşağını 3-ə vursaq 21x çıxılsın 3y bərabərdir 4 dəfə 3 12-yə. Toplama üsulundan istifadə etsək 3y-lar gedir. 26x bərabərdir 26-dırsa x bərabər olur 1-ə. X-in qiyməti oldu 1. Gətirib burada yerinə qoysam, olur 5 üstəgəl 3y bərabərdir 14-də. 14-dən 5 çıxırsınız, eləyir 9. 3y bərabərdir 9-dursa, y də bərabərdir 3 olur. Bu da olur y-ın qiyməti. İndi sizdən x üstəgəl y istəyirsə, 3-ün də üstünə 1 gəlirsiniz. Deməli, testimizin düzgün cavabı 4-ə bərabər olmuş olur. Belə, keçək növbəti suala. Baxırıq 15-ci suala. 15-ci sualda yazıb ki, 3 çıxılsın kök altda 11, gəlin burada qeyd edim. 3 çıxılsın kök altda 11, vurulsun 5x, buradan da 5-i çıxardıram mötərizənin xaricinə. Qalar x çıxılsın 7. Bölünsün. Buradan 2-nin mötərizə xaricinə çıxartsaq, baxın, 2-nin mötərizə xaricinə çıxardanda burada nə qalır? X kvadrat çıx 6x üstəgəl 9 qalır. Bax, fikir verin, 2-ni çıxartdım mötərizə xaricinə, qaldı x kvadrat çıx 6x üstəgəl 9. Bu da bizə x çıxılsın 3-ün kubunu verir. X çıx 3-ün kubu yox, daha doğrusu kvadrat. X çıx 3-ün kvadratını verir. Deyir, bu ifadə böyük bərabərdir 0-dan. Bax, gəlin diqqətlə baxsaq. 3 çıxılsın kök altda 11, yəni bir ədəddir. Yəni bu irrasional olan bir ədəddir. Özə mənfi ədəddir. Niyə görə? Çünki kök altda 3, daha doğrusu 3 özü kök altda 9 deməkdir. Kök altda 9 da kök altda 11-dən kiçikdir. Deməli, bu mənfi ədəddir. Mənfi ədədi 5-ə vuranda yenə mənfi olacaq. Bax, yuxarının bu hissəsi oldu mənfi ədəd. Aşağıya baxırsınız. X minus 3-ün kvadratı onsuz da müsbətdir. 2-yə də vuranda olur müsbət. Deməli, məxrəc oldu müsbət.
İndi məxrəc müsbətdirsə, gərək yuxarı da müsbət olsun ki, müsbəti müsbətə böləndə böyük bərabərdir 0 alına bilsin. Bəs surət necə müsbət ola bilər? Axı vurğulardan biri mənfidir. Deməli, avtomatik bu da mənfi olmalı. Bax, fikir verin. Mənfini mənfiyə vurmalıyam ki, müsbət eləsin. Sonra müsbəti müsbətə bölüm, böyük bərabərdir 0 ala bilim. Ona görə yazıram ki, x çıx 7 kiçik bərabər olmalıdır 0-dan. Amma bir dənə şərtdə nəzərə almalısınız ki, x burada 3-ə bərabər ola bilməz. Ona görə nə edirik? Burada yazırıq x kiçik bərabərdir 7-dən. 7-dən kiçik olan deməli 1, 2, 3 ala bilməz. 4, 5, 6, 7. Bunların hamısını cəmləsək, düzgün cavab 25-ə bərabər olmuş olacaq. Deməli, 15-ci sualda testimizin düzgün cavabı olur 25. Belə, keçək növbəti suala. Baxıram 16-cı suala. 16-cı suala deyir ki, ABCD düzbucaqlısı və hər biri onun 3 tərəfinə toxunan 2 çevrə verilmişdir. AD bərabərdir 50, bax AD buradır. Çevrələrin kəsişmə nöqtə arasındakı məsafə 10 olarsa, AB-ni tapın. Kəsişmə nöqtə arasındakı məsafə bax buradır. Buradan bura qədər olan hissə. Deyir, əgər bu 10 olarsa, AB-ni tapmalı. Tərəfi istəyir bizə. İndi bura 10-dursa bütövlükdə. Mən bu çevrənin, belə deyək də, bu diametrini çəksəm, bax, fikir verin bütövlükdə. Bu 50 deyildi, yarı bölünürdü. Elə ki, 25-i bura düşür, 25-i bura düşür. Bax, bura oldu 25. Amma buradan, bax, fikir verin, bura qədər olan hissə olur. Çünki bu burada bölünür axı. Bax, buradan bura qədər olan hissə 25-dir, amma buranı bilmirəm də mən. Gəlin, buranı belə edək. Buranı bilmirəm, bura x deyirəm. Və bu da yəni vətər idi də. Bax, mən bunu perpendikulyar çəkdim. Bura əgər 10 idisə yarı bölündü. Bura 5 düşdü. Burada oldu 5. Və çevrə daxilində kəsişən iki vətərlərin xassəsinə əsasən x vurulsun 25 bərabər olmalıdır 5 vurulsun 5-ə. Elə buradan biz x-in 1 olduğunu tapırıq. Bax, fikir verin. X 1-dirsə, deməli, bax, bura 1-dir. Onda bu çevrənin, bax, diametri 25 üstə gəl 1, 26-ya bərabərdir. İndi bura 26-dırsa, buradan bura məsafə də 26-dır da. Axı, bu da AB-yə bərabər olmuş olur. Onda elə birbaşa tapmaq olur ki, AB-nin, yəni uzunluğu 26 santimetrə bərabər olmuş olur. Deməli, 10-cu sualda testimizin düzgün cavabı olur C bəndi. Keçək növbəti suala. Baxırıq 17-ci sual. 17-ci sualda deyir ki, tərəfi 6 kök altda 2 olan, kvadratın müstəvisi üzərində olmayan, bax, müstəvi üzərində olmayan bu nöqtədən, deməli, kvadratın təpələrinə qədər olan məsafələr 10-dur. Hamısı 10-dur. Yəni, bu da 10-dur, bu da 10-dur, buradakı da 10-dur və s. Deyir, bu nöqtədən kvadrat müstəvisinə qədər olan məsafəni tapın. Kvadrat müstəvisinə qədər məsafə dedikdə, yəni, burada bizdən, bax, hündürlüyü istəyir. Bax, buradan kvadrat müstəvisinə qədər məsafəni istəyir. Bu da gəlib bura perpendikulyar olur və bu hara düşür? Diaqonalların kəsişmə nöqtəsi. Bax, fikir verin. Biz də bilirik ki, kvadratda diaqonallar, yəni kəsişikdə yarıya bölünür. Mən bu diaqonalı tapa bilərəm. Diaqonal bərabərdir. Tərəf bəllidirsə, 6 kök altda 2-nin kök altda 2 mislinə. Bu da eləyəcək 6 vurulsun 2, 12. Diaqonal 12-dirsə, axı bu yarı bölünəcək burada. Bura olacaq 6. Bura 6-dırsa, bura 10-dırsa hündürlüyü nəyə bərabər olmuş olacaq? Yəni, bu məsafədə belə deyək. Pifaqor teoreminə görə 10 və 6, deməli, digər ədəd 8-ə bərabər olmuş olacaq. Çünki bunlar Pifaqor üçlüyüdür. Ona görə testimizin düzgün cavabı, burada açıqdır, düzgün cavab 8-ə bərabər olmuş olur. Yəni, şəkili çəkməniz burada daha vacibdir. Keçək növbəti suala. Baxırıq 18-ci sual. 18-ci sualda bizə deyir ki, traktorçulardan biri sahənin 30%-ni, digəri isə qalan sahənin 40%-ni şumladı. Sahənin neçə faizi şumlanmamış qaldı. Deməli, sahəmiz 100 hektar olsa, bunun əvvəlcə 30%, yəni 30 hektarı şumlanıb. Nə qədər qalıb? 100-dən çıxırsız 30-da eləyir 70. Və 70-in də 40%-ni şumlayıblar. Yəni 70 vur 40 bölünsün 100. 28 hektarı hal-hazırda şumlanıb. 70-dən 28 hektarı şumlanıb. Nə qədər şumlanmamış qalıb? 70-dən çıxırsınız 28-i, o da bərabər olur 42 hektara. Bax, əvvəlki ilə baxsaq, 100 hektar 100%, yəni təşkil edirdisə, deməli 42 hektar da 42% təşkil etmiş olacaq. Deyir, sahənin neçə faizi şumlanmamış qalıb? Testimizin düzgün cavabı 42% olmuş olur. Keçək növbəti suala. Baxıram, burada 19-cu sual. Deməli, 19-cu sualda bizə deyir ki, 3-cü dərəcənin kök altda 81 üstü loqaritm 3 əsasdan 27. Bunu belə yaza bilərəm. Deməli, 81, 3 üstü 4-dür. Doğrudurmu? Üstü qüvvətə çevirsəm, olacaq 3 üstündə 4 bölünsün 3.
Loqaritma, deməli 3 əsasdan bu 27-də 3-ün kubudur. Bunu qüvvətə çevirsəm olacaq 3 üstündə 3 bölünsün 2. Gəlin birinci bunu sadələşdirək. Deməli 3 üstündə 4 bölünsün 3 vurulsun. Bax bu qüvvət 2-də 3. Keçəcək əvvələ. Olacaq vurulsun 3 bölünsün 2. Və burada nə qalmış olacaq? Loqaritm 3 əsasdan 3 qalacaq. O da 1-dir. Ona görə onu atıram. İndi bu hissəni sadələşdirirəm. 3 ilə 3 gedir. 4-ü 2-yə böləndə 2 eləyir. Bu da 3-ün kvadratı bərabərdir. 9 olmuş olur. Deməli, birincini sadələşdirdik. Oldu 9. İndi baxıram aşağı. Bu 2-dir, bu da 3-dür. Olur 6-cı dərəcədən kök altda 5. Yenə bunu qüvvətə çevirəndə olur 5 üstü 6-da 1. 6-da 1. Vurulsun. Loqaritmə 5 əsasdan. Bu 64 2 üstündə 6-dır. Və olur belə, 5 üstündə, baxın, bu 6 keçir əvvələ, 6-da 1-ə vurulur və 6-da 1 də 6-ya vuranda eləyir 1, tərsə ədədlərdir axı. O 1-i də bura yazmıram. Olur loqaritmi 5 əsasdan 2. A üstü loqaritmi A əsasdan B, elə B-nin özünə bərabər olmuş olur. Bu da olur 2. İndi ortada çıxma varsa, deməli bunları bir-birindən çıxmalıyam. 9-dan da 2-ni çıxanda testin düzgün cavabı 7 alınmış olur. Belə, keçək nəhayət növbəti suala. Baxırıq 20-ci suala. 20-ci sualı deyir ki, verilən bu tənliyin köklərindən yalnız biri bu iki tənliyin ortaq kökü olarsa, m üstə gəl, n-i tapın. Gəlin belə edək. X-i çıxardıram mötərizənin xaricinə. Qalır x kvadrat, çıx 7x üstə gəl 10. Bərabərdir 0-a. Və deməli, buranın, bax, bunun kökü 0-dır. Bunu da viyyətə görə fikirləşsəz, kökü nə olacaq? 2 və 5 olacaq. Viyyətə görə düşünsək, hasil 10, cəm 7 olmalıdır. O da 2 ilə 5-dir. Deməli, bu birinci kökdür, x1. Bu ikinci kökdür, x2. Bu da üçüncü kökdür, x3. Amma, bura baxsaq, məsələn, bunun kökü 2 ola bilməz. Niyə görə? Çünki 2-ni 2 yazsaq, məxrəc 0 olacaq. Deməli, 2-ni götürə bilməzsiniz. 5 yazsaq, 5 çıx 5 0 eləyəcək. Deməli, bunu da götürə bilməzsiniz. Yeganə kök qaldı bir dənə 0. Bax, 0 çıx 8 mənfi 8, 0 çıx 2 mənfi 2, mənfi 8-i mənfi 2-yə bölsəz 4. M bölünsün 0, üstə gəl 3. Bu da eləyir 3. Buradan M-in qiyməti nə olur? 12. Yenə 0 çıx 15 mənfi 15, bu da 0 qoysaz mənfi 5, mənfi 15-i mənfi 5-ə bölsəz eləyir müsbət 3. Bu da olur n bölünsün 0, üstə gəl 2, 2. Buradan da n bərabərdir 3 dəfə 2, 6. Deməli, həm m-in qiymətini tapdıq, həm də n-in qiymətini. Bizdən m üstə gəl n istəyir. 12 ilə də 6-nı toplasaq, deməli, testimizin düzgün cavabı 18-ə bərabər olmuş olur. Bu da bizim testimizin sonuncu sualının izahı idi. Bir daha xatırlatmaq istəyirəm ki, əgər sizlər də bizim həm ödənişli, həm də ödənişsiz dərslərimizdən faydalanmaq istəyirsinizsə, bax, ekranda gördüyünüz 077 598 3800 menecer nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Videonu bəyənməyi və kanalımıza abunə olmağı unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.